Əziz və dəyərli izləyicilər, sizə bir dənə ev tapmışam. 2 mərtəbə, 4 otaq köhnə qiymətlə. Yəni bu evlərin indiki qiyməti 95 min manat, 100 min manatdır. Həyətinə maşın daxil olan. Amma və lakin qardaşın sənə bunu 87 min manat təklif edəcək. Paket kupça endirimdə elətdirəcəm. 2 mərtəbə, 4 otaq tam təmirli. Hazır köçəşə. Bir dənə də şeyə diqqət edin. Kommentlərdə yazanları görürəm. Bu gördüyünüz dəniz qumu ilə vurulduğu üçün adi bildiyimiz fasadlı kraskadır. Yəni nəmişli deyil. İstəyən şəxs də gələr evin böyrünə padvala keçmək üçün gedər. Padvalına da baxar, görər həqiqətən ki, yəni bu ərazidə nəmişli yoxdur. Xırdalanlı 119-un yolundadır. Gəl Orxan, gəl içəri göstərək. Evin əsas giriş hissəsi buradır. İkinci mərtəbəyə çıxmaq üçün yerdir bura. Geniş dəhliz hissəsi var. Gəl. Burada yerləşir evin bir dənə geniş qonaq otağı. Əziz və dəyərli izləyicilərimiz, bir daha xatırladıram, Xırdalan şəhərində 119 nömrəli avtobusun dayanacağından 100-150 metr məsafədə. Burada mətbəx hissəsi yerləşir. Evdə bəzi əşyalar qalır, bəziləri çıxarılacaq. Təbii ki, mətbəx mebeli, kombilüstür, bu şeylər qalan şeylərdir. Evin 2 hamam sanuzeli var. Yuxarı və aşağı mərtəbələrin hər birindən təchiz olunub. Yuxarıda da 3 dənə yataq otağıdır. İndi isə qalxaq ikinci mərtəbəni göstərək. İnşallah qiymətli deyəcəm. Bu da evin ikinci mərtəbəsidir. Üstünün çornu poldu, steqlavatı da hamısı atılıb. İkinci mərtəbənin geniş bir dənə dəhlizi var. İkinci mərtəbədə bayaq sözü gedən hamam sanuzel demişdimsə var. Sadəcə istifadə olunmur. İstəsəz istifadə edə bilərsiniz. Burada da yerləşir evin belə bir qəşəng, səliqəli uşaq otağı görün. Keçək qoydum müayinə səliqəli balaca uşaq otağı. Uşaq qoy yatsın, dincəlsin burada. Köhnə qiymət. Köhnə bazar qiymətidir, dəyərli izləyicilərimiz. Burada da yerləşir geniş bir dənə yataq otağı. Yataq otağından çıxmağa yeri var, balkona. Gəl Orxan göstər. Tam ətraflı baxın uşaqlar. Balkonudur, balkondan həyətidir, reşotkasıdır, vurulub hamısı hazırdır. Deməli, köhnə qiymət nədir? Bu evlər dediyim kimi, indi 90 minə zada satılır, 95 minə. Bu da sonuncu yataq otağıdır. Amma ki, bugünkü gün bu evi 87 deyirəm. Gələn adamla razılaşıb, danışıb, inşallah alıveriləcək. Sağ olun, özünüzə müğayət olun.